Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allahümme əccil vəliyyəkəl fərəc. Məkasib kitabından 361-ci dərsi oxuyuruq. Bildiyiniz kimi bəhsimiz sehirdən gedir. Və keçən dərsimizdə sehrə nə deyərlər, sehrin tərifi nədir, onun lüğəti mənasını oxuduq. Yəni, lüğət sahibləri sehri necə məna eləyiblər, nə tərif deyiblər ona, onları oxuduq və müxtəlif mənalar var idi. 4 məna oxuduq əhl-i lüğətdən və mərhum şeyx buyurdu: وَقَدْ اِخْتَلَفَ إِبَارَاتُ الْأَصْحَابِ فِي بَيَانِهِ. Artıq əshabın sehri bəyan eləməkdə ibarətləri də müxtəlifdir. Yəni, sehrin istilahı mənası da müxtəlifdir. Necə lüğəti mənası müxtəlif idi, 4 dənə məna nəql olundu, eyni zamanda istilahı mənası da müxtəlifdir. Və başlayır mərhum şeyx o istilahı mənalarını bir-bir nəql eləməyə. Buyurur: Fəqaləl əllamə rəhiməhullah fil qavaid və təhrir. Mərhum əllamə qavaid kitabında, təhrir kitabında buyurubdur. Fəqaləl əllamə fil qavaid və təhrir İnnəhu kəlamun. Əllamə buyurub, sehr bir kəlamdır. Yutəkəlləmu bi, ya yətəkəlləmu bi. Sahir, sehr eləyən onunla danışır, o kəlamla. Əv yəktubuhu, ya da o kəlamı yazır, ya danışmaqla, ya yazmaqla təsir eləyir. Əv ruqyətun, və yaxud sehr bir şeydir ki, onun vasitəsilə ulduzlardan kömək istəyir və başqa insanlara təsir qoyur. Əv yə'məl şeyən, yaxud sehr odur ki, sahir, sehr eləyən bir şey eləyir. Yuəssir fi bədənil məshur. O, məshurun, yəni digər bir şəxsin bədənində əsər qoyur. Əv qəlbəhu, ya şəxsin qəlbində əsər qoyur. Əv əqləhu, ya əqlində əsər qoyur. Min qeyri mübaşərətin. Yəni, ona təmas olmadan, əli ilə, ayağı ilə, bədəni ilə digər bir şəxsə dəymədən onun qəlbində, əqlində bir əsər qoyur. Sehr buna deyərlər. Və zadə fil müntəhə, və müntəhə kitabında, mərhum əllamə müntəhə kitabında bir şey də əlavə eləyib. Buyurub, əv əqdun, sehr ya əqdi. Əqd yəni düyün. Yəni, sahir bir düyün eləyir, digər bir şəxsi, məshuru müşkülə salır, əziyyətə salır
Yəni onun işlərini çətinliyə salır. Sehr, yəni bu. Bu mərhum Əllamənin sehrə verdiyi tərifdir. Və zadə fil məsalik və məsalik mərhum Şəhid-i Saninin kitabıdır. Şəhid-i Sani də elə Əllamənin bu sözlərini deyibdir sehrin haqqında və lakin məsalik kitabında müəyyən şeylər var, onları da əlavə eləyib. Məsalikdə, yəni Əllamənin bu dediklərinə əlavə olaraq deyibdir ki, əv əqsamun və əzaimun, sehr əqsamdır ya əzaimdir. Əqsam, yəni and içmək, qəsəm, yəni sahir ulduzlara and verir və onların vasitəsilə digər şəxsə zərər vurur. Əzaim də əzm sözündə. Əzm yəni niyyət. Yəni sehr eləyən, sahir yenə də ulduzlarla belə deyək, təmas tutur və deyir ki, mən niyyət eləmişəm bu şəxsə məsələn zərər eləyim, zərər vurum. Yəni bu mənada əzaim deyiblər istilahda buna. Yəni ulduzlara xitab eləyir. Yəni demək istəyir ki, bu işləri mən niyyət eləmişəm. Bu işləri mən görməliyəm. Onlarla danışır, ta o vasitələrlə digər insanlara zərər vurur. Yəhdusu bi səbəbiha zərərun aləl qeyr. Bunların səbəbi ilə gəlir başqasına zərər varid eləyir. Və zadə fid durus. Durus da Şəhid-i əvvəlin kitabıdır. Şəhid-i əvvəl də elə Əllamə ilə, Şəhid-i Sani ilə müvafiqdir. Və lakin Durus kitabında biraz da bunlara əlavə eləyib sehrin tərifində. Buyurub ki, Durusda Əd-duxənə və təsvir və nəfəs və təsviyyətun nəfs, sehr yəni bunlardan ibarətdir. Duxan tüstüdür. Yəni Şəhid-i əvvəl demək istəyib ki, sehr odur ki, bəzi bitkilər var, onları yandırırlar, sehr eləyən sahir onları yandırır, onların tüstüsü çıxır və o vasitə ilə başqalarına təsir qoyur. Təsvir, yəni sahir kimə zərər vurmaq istəyəndə əvvəl onun şəklini çəkir, sonra o şəkilə bir kəsici alətlə kəsir və nəticədə o şəxsə zərər gəlir. Və yaxud və nəfəs. Nəfəsdə bəziləri məna eləyiblər üfürmək. Məsələn, bir iş görür, bir su qoyur, o suya müəyyən şeylər oxuyur və üfürür, bir nəfəri niyyət eləyir və nəticə etibarı ilə ona zərər varid eləyir. Və təsviyyətun nəfs, yaxud təsviyyətun nəfs deyiblər ki, bu şəxs özünü o qədər öz nəfsini paklıyır ki, qoruyur, ta o vasitə ilə digərlərinə təsir qoyur. Riyazət deyirlər, riyazətə çəkilir, özünü çəkdirir bir kənara və öz nəfsində müəyyən işlər, əsərlər düzəldir və o vasitə ilə özünü bir mərtəbəyə çatdırır və eləyə bilir başqalarına təsir eləsin. Yəni, bu da Durus kitabında deyibdir ki, sehr bunlardan ibarətdir.
Və yumkin ən yədxula cəmiə zalik fi qovlihi fil qavaid əv ya'məl şeyən. Mərhum Şeyx Murtəza Ənsari buyurur, şəhid-i əvvəlin və şəhid-i saninin bu dedikləri, sehrə verdikləri tərifin hamısı mümkündür, elə Əllamənin o kəlməsinə daxil eləyək. Çünki Əllamə qəvaiddə buyurdu, əv ya'məl şeyən. Sehr odur ki, sahir bir iş görə və o işin nəticəsində başqasına təsir qoya. Buyurur, elə bu şəhid əvvəlin və şəhid saninin ki, neçə dənə kəlmə oxuduq sehrə olan tərifin, hamısını mümkün deyilə əv ya'məl şeyən kəlməsindən daxil eləyək, elə əv ya'məl şeyən elə bunların hamısına şamildir. Hamısına şamil olduğu üçün elə mümkündür, elə o dediklərimizin hamısını bu kəlmənin belə deyək, təhdinə daxil eləyək, elə əv ya'məl şeyən bunların hamısına şamil olur. Bu da mümkündür. Elhamdülillahi Rabbil aləmin.